Bəzi günlər olur, o qədər verimli çalışırsan ki, çox şeyə nail ola bilirsən. Bu bir həftə, bir neçə həftə və ya bir neçə ay çəkə bilər. Sonunda isə bir şeyin əksik olduğunun fərqinə varsan. Sanki bir qüvvə var və həmin qüvvə də səni dala çəkir. Bax, bu qüvvələrdən biri də çevrə faktorudur. Çevrə faktoru bugün müzakirə edəcəyimiz bir mövzudur. Çevrə faktoru dedikdə insanlar, sosial media və digər mövzulara da əlbəttə ki, toxunacaq. İnsan sosial bir varlıqdır. Əlbəttə, nə qədər hamımız desək ki, mən tək qartalam, mən tək bozqurdam, insanlar olaraq biz sosial varlığıq. Əlbəttə, çevrəmizdən, insanlardan, dostlarımızdan köməyə də ehtiyac duyuruq. Və buna görə də, məsələn, dostlarımızdan falan kömək istədiyimiz olur. Məsələn, müəyyən bir yerə getmək istəyirsən, məsələn, bir ox atma yarışmasına getmək istəyirsən, məsələn, sənin çevrəndə də hamı ox atma yarışması ilə məşğul olurlar. 6-cı ox atma yarışmacısı da sən olacaqsan. Məsələn, çevrəndə 5 nəfər voleybol oynayırsa, 6-cı voleybol oynayan sən olacaqsan. Məsələn, çevrəndə 5 nəfər siqaret çəkirsə, 6-cı çəkəndə sən olacaqsan. Təbii, əgər iradən güclüdürsə, sadəcə baxmaq məqsədi ilə, məsələn, müşahidə məqsədi ilə həmin insanlarla dost olmusansa, onda məsələ başqadır əlbəttə ki. Dost seçimi nə qədər vacibdir? Dost seçimi ümumiyyətlə dediyimizdə rastgele insanlardan yox, seçilmiş insanlardan biz dostlar seçirik. Hansı ki, bu dostlar bizim gələcək həyatımızda da bizimlə bərabər olacaq, bizimlə bir yol addımlayacaq, bizə hər daim dəstək olacaq, biz yıxılanda bizi ayağa qaldıracaq insanlar olmalıdır. Artıq biz yıxılanda bizə təpiy atacaq insanlar olmamalıdır. Bizi aşağı çəkən insanlar olmamalıdır. Bizim fikirlərimizə, maraqlarımıza lağ edib gülən insanlar olmamalıdır. Tənbəllik və bunu fəxrlə danışan insanlar olmamalıdır. Məsuliyyətsiz olub özünü məsuliyyətli kimi göstərən insanlar olmamalıdır. Bahanələrlə dolu bir həyat yaşayan insan olmamalıdır. Əlbəttə, hər kəs mükəmməl deyil, hər kəsin mənfi özəllikləri ola bilər. Amma önəmli olan mənfi özəlliklərin olması deyil, mənfi özəlliklərini dəyişdirmək istəməyin və dəyişdirmək istəməməklə gedir. Məsələn, bir insan olsun, müəyyən aludəçilikləri var, müəyyən pis xüsusiyyətləri var, amma sənin dostdur. Amma deyir ki, mən bunları dəyişdirmək istəyirəm falan. Bax, həmin insanla dost olmaq ola bilər. Niyə? Çünki həmin insan özünü dəyişdirmək istəyir. İndi özünə bir şey qatan insan gələcəkdə də sənə bəzi şeylər qata bilər. Çevrənin dərslərə də çox böyük təsiri var. Öz üzərindən nümunə başa salacağam. Mən fizika hazırlığını hardasa 1 ay 45 günə yaxındır ki, yola verirdim. Yəni qaydaları da tam oxumurdum, testləri də tam yazmırdım və mənim yanımda və arxamda oturan uşaqların hamısı dərsi yola verən tiplər idi. Yəni məsuliyyətlə çalışan tiplər deyildi. Bizdə də belə bir qayda var ki, fizikadan aylıq 31 bal keçsən, hazırlıqdan qala bilsən, 31-dən aşağı düşsən çıxardırsan. Biz də 40-45 hamımız eyni bal yığırdıq. 40-45, 50-55 balı yığırdıq. Daha sonra mən bu insanlarla dostluğumu yavaş-yavaş kəsməyə başladım. Yavaş-yavaş münasibətlərimizi zəiflətdim və nəticələrim artıq məncə bu sınaqda daha yüksək olar deyə güman edirəm. Məsələn, artıq tapşırıqları daha məsuliyyətli yazdım, qaydaları daha məsuliyyətli öyrəndim, səhvlərimi çıxartdım. Hər dəfə də müəllimdən suallarımı soruşmağa başlamışam son 1-2 həftədə. Yəni, sənin də ətrafında səni arxaya çəkəcək dostlar varsa, onlardan xilas olmağını şiddətlə tövsiyə edirəm. Bir digər maddəmizə nələr etmək lazımdır? Ümumiyyətcə, səni arxaya çəkən dostlardan uzaq durmalısan. Sadəcə dostluq xatirinə olsun deyə deyil, çünki sənin mental sağlığına da ziyan vurur. Dostlarla əlaqəli geniş bir video da çəkmişəm, onu da izləyə bilərsən, kanalda olmalıdır. Belə deyə biləcəyim ola bilər ki, dost seçərkən və dostlarınla danışarkən diqqətli ol, çünki hər insana da etibar etmək olmur. Çalış sənə ətrafına sənin səviyyədə və ya səndən yüksək səviyyədə insanlar yığ və bərabər inkişaf edin. Məsələn, sən güclü bir çevrəyə düşsən, sənin rəqabət hissin çox güclü olacaq. Məsələn, bu sınaq kim daha çox yazacaq deyə rəqabət etsəz, inanın ki, qrupda, hazırlıqda və ya iş yerində, şirkətdə, maddi cəhətdən də bir-birinizi keçə-keçə digər insanları da arxada qoyacaqsınız. Başqa da məsələn, dost çevrəsi tapmaqda çətinlik çəkirsənsə, bu kanalda hər halda mənim kütləmin arasından ortaq maraqlara sahib dostlar da tapa bilərsən. Onlarla söhbət edib, dərs çalışa bilərsən, hətta birlikdə filmə falan da gedə bilərsən. Məhz buna görə Elite Society-ni açdım. Elite Society-dən də yeni dostlar tapa bilərsən, yeni dostlar əldə edə bilərsən. Bəli, bugün uğurlu olmada çevrə faktoru haqda
qısa danışdım. Əminəm fikirlərimi çatdıra bildim. Maraqlı bir video oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun.